Salam dostlar, düşünürəm açıqlama verməliyəm, çünki istəmirəm ağlınızda nəsə bir fikir qalsın. Toyda olan görüntülər yayılıb, hansı ki mən əlim sinəmlə örtmüşəm. Həmən görüntülərdə mən içkiliyəm ki, bu bəhanə deyil və ya örtbasdır etmədir. Lakin məsələ budur ki, mən içkiliyəm və həddindən artıq içkiliyəm və mən düşünürəm ki, bunu çəkən xanım Əfruzə xanım, yəni Əfruzə Ağayeva, 2 uşaq anası. Mən düşündüm ki, məzələnmək üçün çəkir və ağlıma gəlməzdi ki, 2 uşaq anası bir qadını bu vəziyyətdə götürüb internetdə paylaşar. Yəni bu nə jurnalistikada var, nə ali təhsildə var, nə də ki, mədəniyyətdə var. Hər şeydən öncə, yəni mən tamam içkiliyəm. Mən görürsən yerində deyiləm. Bunu paylaşmaq nə adlandırılır? Sən məni əxlaqsız təqdim edərək sənin etdiyin əxlaqlı mı sayılır? Sən bunu qazanaraq, bunu reklam edər, bu pulu sən balava halal çörəyimi aparırsan. Sən bu puldan halal mı qazanırsan? Siz məni nə etmək istəyirsiniz? Mən aparıcı oldum deyə mi dərdiniz məndəndir? Yəni bir qadının düşməni, mən ona görə deyirəm qadındır. Bir qadın qadını niyə bu vəziyyətdə paylaşa bilər? Hansı kişi dostu, içkilidir, götürüb paylaşır. Verir internetə. Sən içki içmirsən, Əfruzə. Sən də içki içirsən axı. Səni belə paylaşsalar xoş gələr. Sənə dəfələrlə dedim ki, məni o vəziyyətdə paylaşma. Götürdün, paylaşdın. Eyvallah. Etdiyin əməl Allah övladımın, 2 övladımın qarşına çıxartsın. Tamam mı? Yaxşı etmirsən, o çıxartsın. Amma pis etmirsən, onu da çıxartsın. Mən belə danışıram. Nə etdinsə mənə, Allah 2 balavın qabağına çıxartsın. Bax, mənim belə, bax, buradan bu tiroidimdən zəhər axa-axa, eynən də sən yaşayasan.